Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərim çox dadlı, çox asan muhallebili şirniyyat resepti sizlərlə paylaşıram. Şirniyyat üçün bizə lazımdır 1 litr süd. Südü qabın içərisinə əlavə edirəm. Üzərindən 1 stəkan şəkər tozu, 1 stəkan un əlavə edirəm. Daha sonra 2 xörək qaşıq kakaonu əlavə edib qarışdırıram. Hazırladığım qarışımı başqa bir qaba əlavə edib qazın üzərində qatılaşana dək bişirirəm. Əlimi dayandırmadan qarışdırıram ki, muhallebinin dibi yanmasın. Muhallebi qatılaşdıqdan sonra üzərinə 1 xörək qaşığı kərə yağı əlavə edib qarışdırıram. Daha sonra üzərinə 50 qram damla şokolatı əlavə edib şokolatı əriyənə dək qarışdırıram. Hazır olan muhallebini qoyuram kənarda soğuması üçün. Soba listinə 1 stəkan Hindistan cevizini əlavə edib hər tərəfinə gələcək şəkildə yayıram. Soğuyan muhallebini Hindistan cevizinin üzərindən əlavə edib soba listinin hər tərəfinə gələcək şəkildə yayıram. Üzərini hamarlayıb qoyuram soyuducuda 4 saat gözləsin. Keçirəm şirniyyatımızın kremini hazırlamağa. Kremi üçün mən qaymaqdan istifadə etdim. Siz istəsəniz krem şantidən də istifadə edə bilərsiniz. Qaba əlavə etdiyim qaymaq bərkiyənədək mikserlə qarışdırıram. 4 saat sonra muhallebini soyuducudan çıxardıb hazırladığım kremdən üzərinə əlavə edib hər tərəfinə gələcək şəkildə yayıram. Üzerini kremledikten sonra bıçakla hisselere ayırıram. Daha sonra şirniyyatımızı bıçak yardımıyla rulet şeklinde bükürəm. Şirniyyatların hamısını eyni qayda ilə hazırladım. Artıq şirniyyatımız sunuma hazırdır. Videonu beğendinizsə kanalıma abunə olmayı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə Allah'a emanet olun.